Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında mayın 12-si 14-də günün ikinci yarısında hava şəraiti arabir yağıntılı olacaq. Doğru Xəbər Azərbaycan Qafqaz İnfo istinadən xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntılar qısa müddətli intensiv olacaq, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısa müddətli sel keçəcəyi istisna olunmur. Milli Hidrometeorologiya Xidməti eyni zamanda küləkli hava şəraiti ilə də bağlı xəbərdarlıq edib, bildirilib ki, mayın 12-sində bəzi bölgələrdə gözlənilən küləklə bağlı sarı xəbərdarlıq olunur. Qeyd olunub ki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, Daşkəsən, Goranboy, Naftalan, Gəncə, Kəlbəcər, Laçın, Zəngilanda sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək. Küləyin sürəti saniyədə bəzi yerlərdə 13-20 metrə qədər güclənəcək. Gözlənilən qeyri-sabit hava şəraitində əhalini son dərəcə ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırırıq. Doğru xəbərdə qalın.